Salam, hər vaxtınız xeyir olsun əziz 92.5 Dalğa FM dinləyiciləri və izləyiciləri. Siz bizim verilişləri hətta YouTube kanalımızdan da izləyə bilərsiniz. Biznes İnciləri verilişində bu dəfəki qonağımız elə bir insandır ki, o şirniyyatı sadəcə dadlı məhsul kimi yox, zövq və sevgi ilə yoğrulmuş sənət kimi təqdim eləyir. Orada hazırlanan hər bir tort, hər bir şirniyyat, hər bir nağıl və hər bir şirniyyat bir nağılın içindən çıxmış kimidir. Biz də bugün şirniyyat biznesinin sirlərindən, zövqlə biznes qurmağın çətinlik və gözəlliklərindən danışacağıq. Qonağımız Bal kimi şirniyyat evinin təsisçisi, yaradıcı sahibkar Xəyalə xanım Kərimovadır. Xoş gəlmisiniz Xəyalə xanım. Xoş gördük sizi studiyamızda. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Xəyalə xanım, bizə danışın görək. Necə oldu? Bu qədər biznesiniz irəlilədi. Necə başladınız? İlk addımlarınız necə yarandı və bizə çox maraqlıdır. Buyurun. Bu biznesi başlamamışdan qabaq mən heç inanmazdım ki, mən şirniyyatçı ola bilərəm. Çünki bir Azərbaycanlı xanım olaraq evladlarımla məşğul idim. Uşaqlar balaca olanda biz Rusiyada yaşayırdıq. Orada ancaq uşaqların ad günlərində, nəysə bir sevincli günlərində şirniyyatlar düzəldirdik. Hətta orada rus podruqalarım hamısı deyirdi ki, rəfiqələrim çox deyirdi ki, çox gözəldir, Xəyalə gəl bunu burada düzəldək. Mən deyirdim, yox, xeyr, istəmirəm, uşaqlarım üçün eləyirəm. Onlar üçün də şirniyyat, paxlava, tortlar düzəldib eləyirdik. Hansısa bir tədbirlərdə gedirdi. Amma Azərbaycana gələndə istəyirdim mən ya dərzi olam, ya parikmaxer, ya detskidə uşaq üçün qızlar, gözəllik salonu açım. Çünki mənim 2 qızım, evladım var. Hər gün də onların saçları da uzun idi, hörürdüm, eləyirdim. Deməli var bu istedad sizdə. Var. Mən tamam başqa bir şeylər istəyirdim, tamam başqa bir şeyə gəldim, çıxdım. Necə gəldiniz? Bu çox maraqlıdır. Çünki deyirsiniz gözəllik salonu o da bir yəni ayrıca bir sahibkarlıq növüdür. Çünki yetərincə var Azərbaycanda və irəliləyir də. Sizdə necə oldu bu tort sahəsi, şirniyyat sahəsi? Şirniyyat yəni deyim, Azərbaycanlı xanımların 99% şirniyyat bişirəndirlər. Bəli, razı. Yəni bizim xanımların o qabiliyyətləri çox güclü inkişaf eləyib, yəqin kanalarımızdan keçibdi. Məndə də həmçinin, amma bizim Azərbaycana köçüb gələndən sonra biz qonşularım var idi. Ən çox bir dənə qonşum var, Aynur xanım. Onunla çox yaxşı rəfiqə idik. Bir gün dedi ki, uşağımın ad günüdür, balaca qızının ad günüdür. Dedi ki, tortu bişirmişəm, üstün bəzəməyə halım yoxdur da. Yəni bir üstün bəzəməyə adam istəyirəm ki, gəlsin onu bəzəsin. Mən dedim ki, yəni narahat olma, gətir mənə, mən bəzəyim. Mən də ona heç bir düşüncə olmadan, Hello Kitty idi onda da, onu bəzədim. O vaxt heç marsipan da yox idi. Biz onu marshmallowdan elədik, düzəltdik. Apardı bağçaya, xoşlarına gəldi. Ev şəraitində üstün bəzədim Hello Kitty. Nilayın ad günü idi, qızının adı Nilay idi. Sonra ikinci qızının adı Nuray. Ad günü onun olanda dedi ki, qonaqlarım gələcək, mənim vaxtım yoxdur tort bişirməyə. Sən onu mənə hazırlaya bilərsən. Dedim, hə, niyə hazırlamıram? O da ki, yenə də heç bir şey güdmədən mənimlə qonşuluq haqqıda, yəni təmənnasız qonşuma köməklik məqsədi ilə kömək edirdim. Uşaqlarımız bir yerdə idi. Nəysə, onun da ad gününə tortu düzəltdim, bəzədim, verdim. Qonaqların çox xoşuna gəldi. O dedi ki, sənin bu istedadın var, sən niyə inkişaf elətdirmək istəmirsən? Dedim, yox, mənə elə şey demə. Sənə nə vaxt tort lazımsa problem deyil də. Niyə istəmirdiniz? Riskə girmək istəmirdiniz, yoxsa çətin idi? Yəni mən özümü bu sahədə görmürdüm, bilmirdim. Mən ən çox yönəlmişdim gözəllik salonuna, ya dərziliyə, ya belə bir şeylərə. Çünki Moskvada olanda, uşaqlarım balaca olanda, mənim qızım Narodni tansı gedirdi, o rəqsə gedir rusların. Onların o paltarlarını orada mən özüm tikib verirdim. Komandasının paltarlarını tikirdim orada. Hətta mən orada təklif gəldi ki, siz gəlin bizim dərzimiz olun. Mən yenə də orada istəmədim bir biznes açam. Yəni bura gəlmək fikrim var idi, mən orada biznes açmırdım. Amma orada mənə təkliflər var idi. Amma uşağıma görə orada onların rusların milli geyimlərini, onları tikirdim də, xaxlama ilə onlardan var idi, paltarlar, belə papaqlar zadlar, onları eləyib verirdim hamısına. Bəlkə də bir 20-30 nəfər uşağın, fartukların, yaylıqların, ya paltarların, o milli geyimlərini tikirdik, verirdik, hazırlayıb verirdim. Evdə eləyirdim, özü təmənnasız yenə də. Mən onların heç birindən təmənna güdmürdüm. Burası ürəyim istəyirdi, xoşum gəldi, eləyirdim, qabiliyyət var idi də.
Yəni mən özümü o sahədə görmüşdüm deyənə, şirniyyata heç yönəlməmişdim. Neçənci tort sifarişini verirdi o qonşu sizə? İkincini Artıq ki, siz qərar qızına, verdiniz. elə bir ikincini qızına eləyəndə, üçüncü tortu öz qayın uşağının ad gününə mənə zakazı götürüb məndən xəbərsiz. Sifariş götürüb. Sifarişi götürüb məndən xəbərsiz. Mənə dedi ki, qaynımın uşağının ad günüdür. Neçə nəfərdir? Uşaq da ki, indiyə qədər də yadımdadır, Kəl oğlan dedi. Kəl oğlanın şəklini istəyibdi. Onda multik idi o da. Mən heç onu bilmirdim. Çünki biz Rusiyadan gəlmişdik. Bu da Türk multikidir deyəsən. Türk çizgi filmi, bəli. Baxdıq, nəysə onun şəklini çıxartdırdım, tortu düzəltdim, üstünü bəzədim, verdim, getdi. Gedəndən sonra axşam ad günündən geri qayıdanda qapını döyüdü, mənə pul verəndə dedim ki, bu nədir Aynur? Dedi, bu sənin bugünkü işimin, zəhmətimin haqqı. Əhməd harada dedir, bu nədir? Bu nədir? Həmin onun kimi. Deyir, əziyyətimin haqqı. Əziyyətinin bəhrəsi. Dedim, axı mən sənə sifariş deməmişdim mənə götür. Dedi, sən demirsən, mən səni götürmüşəm, biri də var. Hətta orada bir dənə də sifariş götürüb mənə. Və o anda nə baş verdi? Ondan danışın. O anda çox şok keçirdim. Düzünü desəm, mən o ümidlə, yəni o nəticə ilə istəmirdim ki, yəni mən tortu düzəltmişdim, pulla yox da, yəni təmənnasız istəyirdim olsun. O mənə gətirib verəndə elə baxdım, sonra dedim ki, nəysə bir şey var burada yəqin ki. Yəni kütlə sevir məni. Yəqin ki, yaxşıdır ki, yəqin ki, bu sifariş də gəlir, qiymət də gəlir. Bu öz heç onun qiymətini mən hesablayıb deməmişdim də ki, neçəyədir də tort. Onun hamısını qonşum Aynur öz ideyası ilə demişdi, kilosunu, qədərini, hamısını özü demişdi. Amma sağ olsun, o da mənə çox böyük dəstək oldu. Çünki mənim yoldaşım Rusiyada işləyirdi. Onun öz biznesi var idi. Biz Bakıdaydıq. Bu məhsulları almaqdan ötəri də onun yoldaşının, qonşumun yoldaşının işin yanında elə tort ləvazimatları yeri var idi. Mənə lazım olan şeyləri o yazırdı yoldaşına, o alırdı, gətirirdi. Deməli, sizin sahibkarlığa gəlməyinizə o toxum səpən insanlardan biri də o xanım olub, qonşunuz olub. Qonşum olub. Əsas o olubdu. Yəni məni yönəldən o olubdu. Neçə yaşınızda açdınız biznesinizi? Neçə yaşında başladınız bal kimiyə? Bal kimini hardasa 30-31 yaşımda başladım. Çünki 3 il ondan qabaq, 3 il evdə mən başladım işləməyə. Oca evdə sığışmayandan sonra yoldaşım gəldi. Gördü ki, yox, biznes var, alırsan, korobkasını alırsan, onun ləvazimatlarını alırsan, bütün ləvazimatı. Bir də işim tez getsin deyənə mən çoxlu silikonlar, qəliblər, yəni mənim tək idim, hər şeyi tək eləyirdim, zakazı da götürürdüm. Ondan sonra sifarişlər də siz götürürdünüz, bişirməyi də siz edirdiniz. Neçə il ancaq tək işlədiniz? 3 il. 3 il evdə tək işlədim. Yəni 3 ilə mən həm sifariş mağaza var idi, yoxsa? Yox. Ancaq evdən sifariş götürürdüm. Buradan mənə köməklik eləyən elə oğlum da olubdu. Oğlum onda balacaydı. Ailə biznesi oldu. Ailə biznesi. Qızım da olub, böyük qızım da olub. Birdən çatdıra bilmirdim. Deyirdim biskviti düzəlt. Mama, necə düzəldim? Deyirdim neçə yumurtanı qırmaq lazımdır, neçə dənə nəyi düzəltmək, hansının davamında biskvitini bişirmək qaydasını böyük qızıma öyrətmişdim. O eləyirdi mənə, kömək eləyirdi. Amma oğlum da ki tortu götürürdü, aşağı düşürdü. Biz 3-cü mərtəbədə qalırdıq. Çatdırılma idi. Hazır tortları aşağıda ucu dasta çatdırırdı gələnlərə. O aşağı 3-cü mərtəbədən 1-ci mərtəbəyə düşürdəndə ona da məndən haqq alırdı. Ödəniş alırdı. Əslində çox yaxşıdır. Ailə biznesi həm bəli, çox yaxşıdır əslində. 3 il işlədik. 3 il müddətində yoldaşım da gördü ki, həm yaxşıdır, həm də gördü ki, evə də sığmırıq. Biz mikseri də dəyişdik, balaca mikserdən böyüyə keçdik. Sobanı da dəyişdik, soba da böyüdü. Bütün evlərin hamısında krem, tort, qəliblər sığmadıq. Yoldaşım dedi, öz yerimiz var, gedək, bir dənə şirkət açaq, başlayaq. Ondan sonra başladıq. Əla. Gəlin belə bir sual verim. Komandanı necə yığdınız bir yerə? Yəni hazırda yetərincə tanınırsınız. Artıq ölkədə, yəni hətta bu tendensiyalara da uyursunuz. Bu irəliləyən dəqiqələrdə danışacağıq o haqda. O komandanı toplamaq, hazırdakı komandanızdan söhbət gedir də, professionallar. Onu toplamaq çox çətin oldu. Yoxsa ki, siz də sıfırdan, onlar da sıfırdan başlamışsınız sizlə? Yox, elə adamlarımız var ki, komandanın içində, onları müəyyən qabiliyyətləri var idi, sıfırdan gəliblər, amma orada da öyrəniblər. Neçə ildir də, 10 ildən artıqdır da, 10 ildir biz fəaliyyət göstəririk.
komanda olaraq, bal kimi şirkət olaraq 3 il mən evdə onu heç saymıram, 10 il belədir bizdə. Amma elə adamlarımız var ki, 6 ildir, 8 ildir mənlə işləyir. O adamların özü də, komandamızın özünü də gərək yaxşı insanlar, yaxşı adamlar, qabiliyyətli insanlar tapmalısan ki, sənin biznesin də yaxşı getsin. Əsas sənin komandandır. Çünki zakaz götürəndən biskvit bişirinə qədər hamısı gərək bu bir-birinə bağlı bir adamlardır. O zakazı götürür, gətirir, verir. O biskviti bişirməlidir, bu birisi yığmalıdır, bu birisi bəzəməlidir. Bizdə hamısı ayrı-ayrıdır. Elə o sual verəcəkdim ki, deyək ki, bir çətin bir sifariş almısınız. Yəni komanda yığılır, bir yerdə qərar verirsiniz, yoxsa hərənin öz işi var? Yox, hərənin öz işi olduğu qədər əsas ekskluzivdə bu bəzəkdə orada 2 xanım var. Biz o 2 xanımla oturuq, müzakirə eləyirik, nə lazımdırsa o 2 xanım, bir də mən nə lazımdırsa onların hamısının üstündə düzəldirik. Təmiz başqa bir ideyalarla, даже klientin özü ilə də, müştərinin özü ilə də danışırıq. Müştəri tutalım, nəysə bir tort verir, amma onun ideyası qəşəng olmur, ya o istədiyini o əldə eləyə bilmir. Biz bir psixoloq kimi başlayırıq ondan danışmağa ki, siz bunun burasını belə yox, belə eləsəz lap gözəl çıxar. Yəni bu tortda da tort elədir ki, hər şeyi orada ideyasını vermək olmur da. Yəni gərək onun nəyinsə nüanslarını düzəldəsən, ya hansısa heykəli düzəldəsən, ya hansısa bir makedini düzəldəsən ki, o olsun. Yəni adam var, adamı azdır, amma tortu böyük istəyir. Ona görə o maketdən vermək istəyirik ki, sən o görüntündə görəsən, həm də ki, qalmır da tortu, yəni yeyilir hamısı. Adam var ki, tutalım adamı çoxdur, tortu az istəyir. Deyirsən ki, yox, bu sənin adamına bu tort çatmayacaq da. İstəyirsiniz o formanı verək sizə, amma əlavə də tort verək ki, cəmaatımıza çatsın. Yəni bu ideyalar da veririk. Əslində bu yaxşı ideyadır, çünki həm büdcəyə uyğundur, həm də ki, tortu yəni əlavə qalmır. Adamı ilə danışırsan, müştərilər elə olur ki, biri var deyir ki, pul xərcləyəndir, deyir ki, mən bunu istəyirəm, belə elə, belə ver. Verirsən, amma o istədiyini verə bilməyəndə adamın özü də narahat olur. Deyirsən ki, yox, gəlin sizin üçün bunu belə eləyək də. Yəni qəşəng tortdur, amma ondan böyük tort çıxarda bilməzsən. Yəni o maket elədir ki, o model elədir ki, o böyük hündür tortlardan getmir, o balaca tortlardan qəşəng görsənir. Deyirik sizi kəsmək üçün balaca eləyək. Amma sizin imin o daddan adi tortlar eləyək, cəmaatınıza yenə paylayın. Elə şeylər də eləyirik. Xəlilə xanım, 10 addımdan bir şirniyyat evidir. Özünüz də bilirsiniz, o gündə elə bir açılır, gündə yəni yenə deyim 10 addım da belki çox yaxın məsafələrdə, hətta olub ki, bir küçədə 10 şirniyyat evi bir-birinin yanında. Bu riskli sahədir. Necə bu riskli sahədə siz baş çıxara bilirsiniz və bal kimi olaraq yenə də fəaliyyətini davam etdirir? Fərq var əvvələ baxanda. Fərq çoxdur. Yəni əvvəl də elə bil əvvəl bu qədər deyildi şirniyyat evi. Şirniyyat evi indi gündən-günə də artır. İndi bir də ki, köhnə nəsillə elə bil bütün yaşlara baxanda yaşlı nəsil tamam ağızdadır, tamam başqa cürdür. Cavanların ağızdadı başqa. Cavanlar böyle yumşaq, yüngül, belə şeylər istəyir, dietik bir şeylər istəyir. Yaşlı nəsil amma bizim o dədə-babalarımızdan qalma dədə-baba tortlarını istəyir. O qozlu, qaymaqlı. Var sizdə o tortlar? Var. Qozlu, qaymaqlı tortlarımız da var, belə sadələrimiz də var. İndi hər nəslə uyğun bir şey. Bir də uşaqlara da uyğun addelini eləyirik ki, çünki uşaqlar indi bilirsiniz həssasdır. Bizim də həssas toçkalarımız var. Hətta uşaqlar üçün də. Uşaqlar üçün də, yəni bağça üçün birdən uşaqlar üçün eləyirlər. Mən deyirəm bağça üçünsə, biz orada deyirik ki, bağça üçün. Bağça üçün yəni tərkibləri fərqli olur. Çünki biz onu naturalni biskvitdən eləyirik, naturalni qaymaqdan eləyirik. Tərkibində nə qoz olmamalıdır, nə meyvə olmamalıdır. Çünki uşaqların allergiyası var. Bilmirsən axı neçə dənə? 5 dənə uşaqdır, 5 dənə uşağın hərəsinin özünün allergiyaları olur. İndiki uşaqlar da biraz həssasdır, deyən adam qorxur. Ona görə deyirəm, bağça. Elə bizdə yazılır, bağça üçün olanda yazılır bağça resepti. Bunu ilk dəfə də eşidirəm, həqiqətən. Hamı bilir ki, bağça üçün bu gedir. Çünki həmişə hər yerdə standart tortdur da. Məsələn, gedir sifariş versən. Birdən gəlib deyirlər ki, yox, bizə zadı, bağçadır ya məktəbdir.
qozlu eləyin, problem deyil. Yəni bizdə deyirlər ki, yeyirlər qozlu. Mən deyirəm ki, mən onu risk eləyə bilmərəm, qozlu eləyə bilmərəm. Sənin uşağının qoza allergiyası yoxdur, amma orada başqa uşağın qoza allergiyası ola bilər, nəsə ola bilər. Onun mən riskini apara bilmərəm. Yəni elə şeylər də var. Həqiqətən bunu ilk dəfə eşidirəm və buna görə sizə alqışlayıram. Çox sağ olun. Bəs gəlin belə danışaq. Hazırda hamı şirniyyat sevir, sadəcə biz hamımızın çəki ilə problem yaşayırıq. Biraz şəhər mühitində çox gəzmirik, çox addımlamırıq deyə hamımızda artıq çəki problemi var. Bal kimi olaraq siz bu glutensiz, şəkərsiz, dietik bu şirniyyatlara, tortlara necə reaksiya verdiniz? Yəni varmı sizdə belə bir şeylər? Var. Biz də hamı kimi biz də o tendensiyaya ayaq uydurmağa çalışırıq. Çünki bizim də olur ki, şəkərli klientlərimiz də var, müştərilərimiz var. Yəni diyeta saxlayanlarımız da var, yanımızda fitnesslər var. Hamısı gəlir deyir ki, biz diyeta istəyirik, biz glutensiz istəyirik, şəkərsiz istəyirik. Hətta biri də mənim evimdədir, mənim balaca qızım da diyeta saxlayır deyinə. Pəhriz, yəni bizim ən gözəl yaralı yerimizdə. Məcburam ki, o uşağıma da nəyisə yedizdirim bu şirniyyatlardan. Ona görə dedim, mama, mənə ancaq elə bir şeylər gətir. Yəni bizdə təzə qol yaranıbdır, dietik ruletlər, dietik tortlar, yəni tam şəkərsiz, tam unsuz, tvaroklu, yəni gilə meyvələrlə. Bəs satış necədir? Dədə-baba qaydasında olan şirniyyatlara, tortlara maraq çoxdur, yoxsa dəyişiklik var? Dədə-babaya çoxdur. Yenə də, hələ də var. Dədə-babaya çoxdur. Çünki bütün ad günləri, xeyir işlərimizdə dədə-baba tortların yeri əvəz edilməzdir. Şirniyyat bu təzə tendensiyalar gəlir, bir polot gedir. Gəlir, gedir. Amma dədə-baba yerində də qalır. Yəni bizim elə adətən ənəmiz həri tortlarımızdır, nişan tortlarımızdır, toy tortlarımızdır. Yenə də bu qozlu, qaymaqlı, şokoladlı standart tərkiblər yenə standart tərkiblər qalır. Çünki orada yüzlərlə nəfər var, yüzlərlə nəfərin hamısının ağzının dadı eyni olur orada. Yəni o cavan da onu xoşlayır, yaşlı nəsil də xoşlayır. Xüsusi özləri üçün indi kimsə yemirsə, o dietik zakaz eləyə bilər. Amma belə yox. Çox sahibkarların yaralı yeri bu pandemiya dövründə oldu. Çox bizneslər yəni iflasa uğradı, bağlandı. Yəni bu xoş olmasa da, amma bu bütün dünyanı bürümüşdü. Bal kimi şirniyyat evi pandemiya dövründən necə çıxdı? Çox əla. Doğrudan. Çox əla. Necə oldu? Pandemiya dövründə bizim işlərimiz şükür Allaha yaxşı oldu. Çünki bizdə YNT idi deyənə, YNT-yə icazə var idi işləməyə. Amma mən öz işçilərimizi, kim varsa, bizim əməkdaşlarımızın hamısını taksi ilə gətirib, taksi ilə aparırdıq. Biraz orada problem yaranırdı. Çünki yox idi. Avtobus yox idi. Marşrutlar yox idi. Onların da biri uzaqda qalırdı, biri yaxında qalırdı. Onlar elə gəlirdi. Amma belə bizdə dastavka var, çatdırılma var deyinə. Ancaq çatdırılma üsulu ilə biz işləyirdik. Belə satış yox idi, amma çatdırılmalarla həm qoğallarımız gedirdi, həm şirniyyatlarımız gedirdi. Yəni yaxşı idi, Allaha şükür. O momentdə yaxşı işlədik. Bəs məhz bu şirniyyat sahəsini deməkdir. Ümumiyyətlə çətinliyi nədir bu sahənin? Bu sahənin çətinliyi produktların keyfiyyətli olmağındandır. Ərzaqların, keyfiyyətli fərq var əvvəllərə baxanda, əvvəllərə baxanda, ümumiyyətlə deyirsiniz. Ümumi vəbşi əvvəllərə baxanda əvvəllər qaymaqlar daha da gözəl idi. İndi biraz çətinliklər yaranıbdı. Yağlar yenə də çətinlik yaradır. Bəzi şeylər var ki, tutalım marsipan alırdıq, qabaq çox gözəl idi, strukturu. İndiki seçirsən, axtarırsan, tapa bilmirsən. Bəlkə də eyni firma olur, amma axtarırsan o olmur da, yəni qabaqki kimi deyil. İldən ilə dəyişirsən. Həm qaymağı dəyişirsən, həm bütün ləvazimatları dəyişirsən. O çətinliklər onlardadır. Ərzaqın keyfiyyətli olmağından. Müştəri məmnuniyyəti və bazarda fərqlənmək üçün bal kimi hansı strategiyalardan istifadə edir? Çünki əsas müştəri məmnuniyyətidir də. Əsas müştəri məmnuniyyətidir, əlbəttə. Çünki müştərini də məmnun eləməkdən ötəri müştərinin gərək dilin biləsən. Danışırsan, bilirsən nəyidən xoşu gəlir. Tutam mənim elə müştərilərim var ki, məsəl üçün mən biləm qəti qoz xoşlamırlar. Tutam deyirəm gəlir zakaz verəndə, müştəri yazanda mən deyirəm ki, filan kəsdir. Tutalım Güneldir, gəlsin. Günelin zakazıdır. Onlar hamı bilir ki, bu qoz xoşlamır, skuşonka xoşlamır. Ona meyvəli yedir. Elələri var ki, yazı ancaq peçatlı olmalıdır. Marsipan peçatlı olmalı. Eləsi də var ki, lent istəyir. Yəni
hər müştərinin öz kaprisi var. Deməli siz müştərilərinizi izləyirsiniz də, yəni bazalar var. Özü üstündən neçə il keçirsə keçsin, mən bilirəm ki, bu insan hansıdır. Mənim bir dənə daj müştərim var, neçə ildir də, o 3 il evdə işləmişəm, 3 il ondan işləmişəm, 3 ildə 10 ildə belə. İnanırsınız, o zəng eləyəndə mən bilirəm ki, bu qəti qozxoşlayan adam deyil də, qətiyyən. O zəng eləyəndə deyirəm ki, hə, filan kəs zəng eləyibdi. Bu qoz bilmir. Oca hamı bilir ki, bu qoz xoşlamır. Özdə onda da dastavka getməlidir. Hara gedir, hamı da bilir hara gedir. Oca ta onun dastavka yerin yazmırlar. Yazırlar falan kəs, всё, getdi. Hamı bilir. Xeyli xanım, deyək ki, mən bu gün doğum günümü eləmək fikrim yox idi və birdən ağlıma gəlir və yaxud da ki, bir hadisə, force major hadisə baş verir. Mən bu gün ad günü eləmiş oluram və mənim də tort sifariş etməmişəm, yəni gecikməmişəm. Sadəcə hadisə baş verib eləməmişəm. Mən neçə saat öncədən bal kimiyə müraciət eləsəm, mənim istədiyim tortu istədiyim vaxtda mənə hazır edib verə bilərlər. 2 saat ərzində eləyib veririk. Hətta olubdu, bizim başımıza çox gəlib elə şeylər. Olub ki, hə, insandır, nəysə olub, eləməyib, ya qəfildən bir tədbiri olubdu, tədbirə də tort zakaz eləməyibdi, qalıb belə. Zəng edir ki, mənim tədbirimdir, ya həridir, ya nişandır, yadarından çıxıb da, insanlıq qaldı, yaddan çıxa bilər. Biz onu tez həll eləyirik, istədiyindən də gözəl formada. Deyirik, onda bizim özümüzə boşlayın, biz özümüzə boşlayın. Birdən olur, özü də deyir ki, mən bunu istəyirdim, yadımdan çıxıb zakaz eləməmişəm, onu da eləyib veririk. Amma birdən də olur ki, deyir ki, sən gedişinlə məşğul ol, mən özüm eləyəcəm sənə. Neçə nəfərdir, nə tərkib istəyirsən, hə, filan şey. Всё. Gedir, biz onu gətirib hazır eləyib ötəyə gəlib çıxardanda ortalığa, özü də şok keçirdir ki, nə gözəl tort çıxdı ortalığa. Yəni elə şeylərimiz də olubdu. Olub da xəstəxana çıxışına uşaqları zakaz eləyiblər tortları. Birdən olur ki, uşağın sarılığı olur, ya nəysə uşağa nəysə olur. Gəlib götürmürlər. Mən də zəng edib həmin adama deyirəm ki, siz narahat olmayın. Götürmüşsünüzsə problem deyil də. Yəni ay uşağı bir gün xəstəxanadan çıxardasaydım, çıxartmamışam. Dedim inşallah düzələr. Gəlib mən bu tortu sizə hədiyyə verəcəm də. Yəni narahat olmayın. Uşağı götürüb başqa xəstəxanaya da aparıblar. Olub 1-2 dəfə elə bir şeylər. Mən demişəm tortumu təzə tort düzəldəcəm, gəlin götürün. Sonra o gəlib həmin xanım deyir ki, bəs uşağımızı çıxartdıq xəstəxanadan, tortumu gəlmişəm götürməyə. Mən də həmin tortu təzədən həmin 1 saat ərzində dediyimiz kimi hazırlayıb vermişəm ona ki, bu da bizdən sizə hədiyyə. Demək ki, siz ancaq yəni maddiyyatı yox, həm də ki, müştəri məmnuniyyətini güdürsünüz ki, yəni əsas insanların ürəkləridir, insanların güvənidir. Güvən qazanmasan iş də getmir. Bəs olub belə bir şey ki, hardasa sifariş eləyiblər, ya nəsə bir hadisə baş verir, bəyənilməyib və o anda siz çox belə kritik bir vəziyyətdən çıxış yolu tapmısınız. Olur belə bir şeylər sizdə? Olubdu. Ya bəyənmirlər, ya nəsə bir hadisə, ya taksidə nə bilim tort açdı, ya nəsə baş verdi. Olub, elə şeylərimiz də olub. Bunlardan danışın, çünki sahibkarlar yəni yaxşı tərəflərini eşitdikləri kimi bir o pis tərəfləri də olur. Çünki biz getdiyimiz yerdə adi özüm bir dənə tort aparırdım. O çoxdan olubdu elə. Reski maşınımızın qabağına maşın çıxdı. Tort dəydi, əzildi. Bu da xanımın evliliyi il dönümü idi deyəsən. O axşam sürpriz eləmək istəyirdi. Biz də gecə saat 10 idi, neçə idi. O bütün işçilər gedib tort hazırlayıb, tortu aparıq desəm Mərdəkan tərəfi idi, uzaq idi. İnanırsınız, tort əzildi, düzəldə bilmədik. Sən demə xanım da həmin oradan yox, elə bir axşamı ora qoyub, səhər tezdən gətirməli idi Yasamala. Biz də apardığımız yerdə tort xarab oldu. İndi zəng edib xanıma deyirəm ki, ay xanım, bəs tort əzilibdi, belə mənim günüm getdi. Qaldım mən də belə. Dedim sizə nə vaxta lazımdır? Saat neçəyə lazımdır? Saat 12-yə lazımdırsa, lap o vaxt eləyib təzədən apara bilərəm də. Çünki əsas onlar o vaxt qeyd eləyirlər. Deyir, yox, mənə sabah tezdənə lazımdır. Çünki onun yoldaşı deyəsən smendə idi, səhər-səhər gəlməli idi. Dedik saat neçəyə? Dedi 9-a, dedim saat 8-də tort sizdədir. Mən axşam onu gətirdim, qoydum. Səhər-səhər tezdəndən o tortu təzədən düzəltdik. Apardıq, verdik yəsinə. Onu sonra bizə videosunda yollamışdı necə təbrik elədiyini. Çox da yaxşı çıxmışdı. Elə şeylər də olur. Vəziyyətdən çıxmaqlarımız da olur. Biznesdə sizi ən çox motivasiya edən nədir? Gəlir, müştəri sevgisi, yoxsa yaradıcılıq hissi? Gəlir öz yerində, hamı gəlirə görə işləyir yəqin ki. Müştəri sevgisi vəbşi əla. Çünki müştəri, əsas müştəri sevgisi də vacibdir. Elə bir nə qədər olmaya müştəri əgər sənə razılığın bildirirsə, təşəkkürün bildirirsə, sən də sevinirsən, yaradıcılığın da daha da artır. Əsas da bizdə yaradıcılıqdır. Çünki biri gəlir, danışır,
Tam gəlib deyirsən mənim qızımın ad günüdür, maketlərim budur. Yəni forma budur. Bizim tendensiyamız budur, ya paltarı budur falan bəhmən. Biz də ona uyğun tortu fikirləşirik ki, bu tortun belə eləyək. Uşağın hansısa bir aksesuarı varsa o tortu o aksesuarın yerinə yetirək və belə bir şeylərimiz olur. Ən tez hazırlanan tortunuz neçə müddət çəkib və ən gec hazırlanan tortunuz? Olur da elə bir sifariş ola bilər ki, heç 15-20 dəqiqəyə hazırlanıb verilib. Səhv etmirəmsə sizdə olur ki, xəmirlər bişirilir, bəzənmə. Bəs ən belə maksimum neçə müddət çəkən sifarişiniz olub? Olub. Bir dəfə bir dənə klientimiz deyirdi ki, 15 dəqiqəyə verməlisiniz. Biz 15 dəqiqəyə hazırlayıb vermişdik tortu. 15 dəqiqəyə hazırlayıb vermişdik. Olur. Amma elə olur ki, birdən böyük bir maketdir, yəni üstündə bütün aksesuarları ilə, kuklaları ilə bir yerdə belə tortlarımız olur. O bizə bir yarım saata veririk. Yarım saata düzəldib veririk. Birdən də olur ki, balaca belə yarım kiloluq tortu olur. O düzəlmir. Üstünün yağısı getmir. Birdən olur, bilmirəm o indi insanına baxır, ya həmin dəqiqədə nəyisə baxırsa, ya düzəldənin əlinə baxırsa, o düzəldib onu bir yarım saata güclə düzəldib veriyor, o balaca bir kiloluq tortu. Amma birdən də olur ki, böyük tortu üstündə gülləri var, üstündə kuklaları var, üstündə nə bilim aksesuarlar var. Ən çətin sifarişiniz nə olub? Yəni aylarla, illərlə deməyim də. Məsələn, bir neçə gün çəkib də, yəni bunu hazırlanmağı. Çünki tort elə bir şeydir ki, o qədər incə, o qədər gözəl onu işləmək lazımdır ki, hər tərəfdən baxılır da ona. Bir dəfə olub bir dənə hadisə bizdə nişan, yox, toy idi. Hündür maketli tortuydu. Üstündə də düyü kağızları belə olur, yarpaq elə bir şeylər idi. 2 nəfər usta ilə eləyirik onu. Nəysə mən də deyəsən toya getməli idim, nə etməli idimsə mən də tələsirdim. Düzəldə bilmirik. Tortu düzəldirik, güllər düşür. Düzəldirik, güllər düşür. Axırda dedim ki, Aynur əlvi saxla, dayan. Ged bir stəkan çay iç, onsuz da toydu da, axırda kəsiləcək. Biraz özümüzə gələk, təzədən bir də başlayaq. O biri pəs elədi, getdi, düzəldə bilmədi. Biz iki xanım başladıq. Biraz özümüzə gəldik, çıxdıq, biraz hava aldıq. Təzədən başladıq o tortu sökməyə, təzədən tortu bir də yığmağa. Amma tortu hündür idi, metr yarım idi. Metr yarımlıq tortuydu. Axırda da apardıq, restorana təhvil verəndə rahatlaşdım ki, verdik bunu. Hətta sizdə belə bir tort görmüşəm. Üstü bütün mirvarilərləndir. Ondan danışardınız bizə. Onları kim düzəldib, necə düzəldib? Onu şəxsən özüm düzəltmişəm. O mənim qızımın toyunda qızıma maket düzəltmişdik. O qızım başqa bir maket istəmişdi. Prosta mən onun gəlinliyini görmüşdüm deyən. Gəlinliyini görəndə o ideya mənim başıma gəldi ki, bu formada eləyək. 2 metr yarım hündürlüyü var o tortun. 2 metr yarımlıq tortdur. Eni də çox böyükdür. Onu 15 günə mən düzəltmişəm. Danışırsınız. 15 günə. Təsəvvür et, toy vaxtı, evində toydu, qızımın toydu. Sən bilmirsən, cehiz alasan, bilmirsən, qonaqlarla məşğul olasan. Amma hər axşam da, o gün ortadan sonra gedirdim. Qaynımın bağında yığırdıq onu. Yer yox idi yerləşməyə. Onu gərək hardasa yığardın. Qaynımın bağında hər axşam gedirdim. Otururdum, ondan məşğul olurdum. 1 mərtəbəsin, 2 mərtəbəsin axıra qədər də. O ekskluziv, hələ Azərbaycanda eləsi yoxdur. Onu yəni ekskluziv bircə dəfə ancaq elə qızımın toyunu eləmişəm. 15 günə ərsəyə gələn tort. Onu heç kim görməmişdi. Toyda çıxardıb efirə gətirəndə qızım özü şok keçirdi ki, mən bu tortu deməmişdim, amma bu başqa bir şeydir. Bütün qaşlarla da, bütün mirvarilərlə də. Çox gözəl, əllərinizə sağlıq. Buyurun. Xəlilə xanım, sizcə Azərbaycan bazarında hələ hansısa sağlam şirniyyat boşluğu varmı? Belə deyim də, şirniyyatçı bizim millət Azərbaycanlı olaraq şirniyyatçıdırlar. Hamı şirniyyat xoşlayırlar. Yəni bizdə onsuz da dədə-baba tortları da çox yeyiləcək, dietik tortlar da çox yeyəcək. Bu boşluqlar elə həmişə də olacaq, olub da olacaq da. Yəni belə gedəcək. Yəni sizcə gələcəyə bu, yəni glutensiz, şəkərsiz, pəhrizə meylli olan insanların da sifariş etdikləri sizcə vurub keçə bilər bu dədə-baba tortlarını? İnanmıram. Çünki çox adam artıq tort sifariş eləyəndə mən yəni öz ətrafımdan görürəm ki, həcmi kiçildirlər, ya mənə az ver, çox yeyə bilmərəm, ya arıqlayıram, ya belə bir şey. Yenə deyirəm, özü üçün istəyəndə, öz ailəsi üçün istəyəndə o glutensiz, şəkərsiz tortlardan istifadə edə biləcəklər. Amma böyük bir kollektiv üçün, ya ad günü, ya xeyir iş üçün
yenə də bu dədə-baba tortlarımız vurub keçəcək hamısına. Aha. Yəni Səbəb nədir ki? Ağız dadımızı Ağız öyrəşməyi dadımız. yoxsa bizim yaşlı nəsil onlara öyrəşib, bizim beynimizdə bu həkk olunub da. Bu glutensiz tortu nişanda gətirib versən, çox adam deyəcək bu nədir? aha. Yəni cavan Heç cürə nəsil əvəz eləmir də yəni. Yox, cavan nəsil onu yeyə biləcək, amma yaşlı nəsil deyəcək bu nədir? Mən başa düşə bilmədim, dadsızdır. Yəni bizim nəsil onu öyrəşib axı ağız dadından öyrəşib. Ona görə bizimkilərinki elə odur, qozlu, qaymaqlı, yağlı. Bizim vətənimizdə Bizim qanımızda yoğrulub onlar. Bəli, eynilə. Şirniyyat biznesində qadın sahibkar olmağın özünə məxsus çətinlikləri varmı? Yoxsa ki, heç bir çətinliyi yoxdur, eynidir? Yox, çətinlikləri çoxdur. Yəni yəqin ki, sənə dəstək olan insan da olmalıdır yanında. Bu nə qədər olmaya, zakazı verirsən, firmanı açırsan, böyünü açırsan, bunların hamısını tək başına eləyə bilərsən, amma bəzi yerlərdə boşluqların olar. Sənin gərək yanında kimsə ola ki, sənə bu boşluqları doldura. Mənə böyük dəstəkçi olaraq mənim yanımda yoldaşımdır. Yoldaşım eləyir belə şeyləri. Mən ancaq içəri şirniyyatla məşğulam. O maliyyə işlərinə yoldaşım baxır. Aha. Bizim ənənəvi bir sualımız var. Biz gələn bütün sahibkarlara bu sualı veririk. Varmı sizdə belə bir statistika ki, bu illər ərzində sizdən sırf bu işlikdə tort alınıb, sırf bu tərkibdə tort, yəni bizdə rekord qırıb var elə bir şey? Var. Ən rekordlu tortlarımdan biri adı mulatkadır. Aha. Şokoladlı, qozlu, qaymaqlı. Yəni 100% bütün toylarda, bütün nişanlarda, xeyir işlərdə mənə o tortdan zakaz eləyirlər. Bir də karamelka. Karamelka içi ağdır. Nişanlarda indi elə adamlar var ki, sınayır da deyir mənim tortumun içi ağ olmalıdır, qara olmalı deyil. Aha. Elə adamlarımız da var, klientlərimiz də var. Amma ən çox mulatka. Ən çox mulatka. 100% mulatka. Xəyalə xanım bu sualımıza da cavab versin. Sahibkar olmaq istəyən, sırf şirniyyat sahəsində sahibkarlıqla məşğul olmaq istəyən xanımlara burdan nə məsləhət verə bilərsiniz? Birinci, keyfiyyətli mallarla istifadə eləsinlər. Bir də bu kulinariyanı asın öyrənsinlər. Əsas odur. Çünki nəyi nəyinəsə qarışdırırsansa, nəyisə nəyinəsə tutuşdurursansa, gərək onun dadını öyrənəsən. Biz hər şeyin dadına baxa bu yerə gəlib çıxmışıq 10 il ərzində. Yəni nəyi nəyinəsə uzlaşdırmaq lazımdır. İkinci, keyfiyyətli mallarla istifadə eləsinlər. Yaxşı komanda. Ən yaxşısı komandanın yaxşı olmağı. Çünki komanda nə qədər yaxşı olsa, bir o qədər də qabağa gedirsən. Əsas odur. Çox sağ olun Xəyalə xanım. Buyurun. Gəldiyiniz üçün, bizə zaman ayırdığınız üçün və bizə hədiyyə etdiyiniz tortlar üçün sizə xüsusilə təşəkkür edirik və mən bir xırda sirr açacağam ki, mən artıq 2018-ci ildən Bal Kimi Şirniyyat Evinin tortlarını alıram, sifariş edirəm və çox da razıyam. Buna görə sizə təşəkkür edirik. Qeyd eləyək ki, qonağımız Bal Kimi Şirniyyat Evinin təsisçisi Xəyalə Kərimova idi. Bugünlük bu qədər. Biznes incilərinin gələn həftəki buraxılışında görüşərik. Dalğada qalın, fərqi hiss edin. Sizinlə mən idim Gülər Elxan qızı. Hələlik.